Azərbaycanda yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı bir il müddətində əlavə dəyər vergisindən azad ediləcək. ŞOTV-nin məlumatına görə bu qərar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən 2026-cı ilin 1 yanvar tarixindən etibarən qüvvəyə minəcək güzəşt bir il ərzində qüvvədə qalacaq və bu müddətdə elektrik mühərrikli nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi və satışı zamanı əlavə dəyər vergisi tutulmayacaq. Nəqliyyat eksperti Eldəniz Cəfərinin ŞOTV-yə verdiyi məlumata görə bu qərar yalnız elektrik avtomobillərini əhatə edir və ölkəmizə idxal olunan elektrik avtomobillərinin həm gömrük, həm də əlavə dəyər vergisindən azad olması onu göstərir ki, dövlət ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin ölkə daxilində istismarında maraqlıdır. Yəni bu proqram davam etdirilir. Ola bilər ki, hibrid avtomobillər üçün tətbiq olunmuş əlavə dəyər vergi güzəşti ləğv edilsin. Bu ləğv edilərsə, təbii ki, idxal olunan yeni hibrid avtomobillərin qiymətində yüksəlmə olacaq və bu yüksəlmə daxilində satılan hibrid avtomobillərə də təsir edəcək.